Salam hər kəsə, hər vaxtınız xeyir. Bu videoda sizlərə BTC Forge platformasını göstərmək istəyirəm. Həmçinin xatırladım ki, bu video qətiyyən bir yatırım tövsiyəsi deyil, sadəcə icmal məqsədlidir. Bəs BTC Forge proyekti nədir? Yəni qısaca desəm, bu bir madencilik platformasıdır. Yəni normalda bilirsiniz ki, madencilik eləmək çox çətin bir prosesdir. Burada da gördüyünüz kimi beləcə aparatlar alırsınız və bu aparatların da minlərlə dollar qiyməti olur. Daha sonra bunun quraşdırılması, işıq pulusu falan, yəni bildiyiniz priklüçeniyadır. Ancaq bu platform bizlərə hər hansısa bir madencilik aparatı satın almadan birbaşa madencilik imkanı verir. Bunu necə eləyir? Birazdan daha ətraflı göstərəcəm sizlərə. Ancaq əvvəlcə gəlin proyekti daha yaxından tanıyaq. Burada minimum yatırım paketinin 50 dollardan başladığını və bunun da bizlərə bu qədər faiz qazandırdığını göstərir. İndi digər paketlərə də istəyirsinizsə qısaca baxaq. Həmçinin biz buradan qazancı BTC ilə qazanır, həmçinin BTC ilə də çəkirik. Burada platformanın içərisindəki həm paketləri görürük, həm də statistikalarını görürük. Hal-hazırda aktiv 1425 istifadəçisi var. Mədənciləri 1681 və burada da insanların qazancını görürük. Statistika bölməsində birazdan daha ətraflı baxarıq. Burada həmçinin madencilik paketlərini tam qoymayıblar, ona da baxarıq. Bu kalkulyator bölməsidir. Nə qədər yatırım eləsək və Bitcoin-in qiyməti nə qədər olsa bizlər nə qədər qazanacağıq, bunu buradan baxa bilərik. Görürsünüz ki, burada da Bitcoin-in qiyməti dəyişir, qazancımız dəyişir. Tutaq ki, 5000 dollarlıq paketi satın alırıq və Bitcoin-in qiyməti gün sonunda belə deyim 105.000 dollar olur və biz günlük 48 dollar, aylıq isə 1456 dollar qazanmış olacağıq. Bu platformada bir şey mənim həqiqətən xoşuma gəldi ki, məbləğlər şişirtici deyil. Yəni bir çox platformda qazancda hesabladıqda çox belə deyim absurd rəqəmlərlə qarşı-qarşıya gəlir. Ancaq burada mənə qazanclar normal gəldi. Proyektin alt hissəsinə düşdükcə proyekt haqqında məlumatlar bizləri daha ətraflı qarşılayır. Çox yaxında bunların proqramlarının da çıxacağını görürük. Daha sonra nələr var baxa biləcəyimiz maraqlı. Ən alt bölmədə qısaca Forge BTC nədir? Forge BTC bahalı avadanlıqlar almadan Bitcoin qazanmağınıza imkan verən bulud Bitcoin mədən platformasıdır. Mədən müqaviləsi satın alın və biz məlumat mərkəzlərinin işlədilməsindən tutmuş avadanlıqların saxlanmasına qədər bütün texniki əməliyyatları həyata keçiririk. Siz sadəcə gündəlik Bitcoin mükafatlarını birbaşa cüzdanınıza alırsınız. Yəni burada deyir ki, siz yatırım eləyirsiniz, bizlər sizin yerinizə avadanlıqlarımızı işlədirik və sizlər üçün mining eləyirik. Bunu demək istəyirlər. Alt bölümdə platformunun sosial media adresləri var. Videonun altına yerləşdirəcəm. Daha sonra haqqında bölməsi, vizyonumuz, misyonumuz, bunlara özünüz qısaca baxa bilərsiniz. Əsas xüsusiyyətlər ani aktivləşdirmə, gündəlik ödənişlər, rəqabətli liderlik lövhələri, çox səviyyəli referallar, Bitcoin staking hovuzları və oyunlaşdırma və nişanlar var. Forge BTC necə işləyir? Gəlin qısaca buna baxaq. Forge BTC istifadəçilərin Bitcoin asanlıqla mədən etməyə başlaya bilməsini təmin etmək üçün intuitiv və cəlbedici şəkildə hazırlanmışdır. Necə işləyir? Əvvəlcə paketimizi seçirik. Məqsədinizə uyğun müxtəlif mədənci paketlərindən birini seçin. İstər yeni başlayan, istər də peşəkar olun. Sizin üçün uyğun hash rate-i bizə tapa bilərsiniz. Bu hash rate nədir? Belə deyim, mədənciliyimizin sürətini deməkdir. Hash rate sürət deməkdir. Əni mədən əxli kriptovalyuta ilə ödəniş edin. Mining dərhal başlayır. Hər şeyiniz saniyələr ərzində olur. Gündəlik qazanc, həftəlik pul çıxarma və bir də referans bölməsi var. Burada aktiv olaraq statistikaları görə bilərik. Aylıq 48.000 dollardan çox ödəniş eləyir. Toplam 735.000 dollarlıq mədəncilik həcmi və bir də 425.000
425 minlik belə deyim sürət, mədəncilik sürəti platforma içərisində mövcuddur. İndi isə gəlin necə satın ala bilərik buna baxaq. Purchase minus deyirik. Həmçinin proyekti istəsiz Azərbaycan dilinə də çevirə bilərsiniz. Mən ingiliscəyə çevirdim çünki dil dəyişdirəndə bəzən platformalar yaxşı işləmir. Minimum paket $50, maksimum paket isə $5000-dır. Sonu ilk paketimizin 728 aktiv istifadəçisi var. İkincisi $200-lıqdır, 521 istifadəçisi. Daha sonra $500-lıq. Yəni belə deyim, nə qədər bahalı olursa, o qədər istifadəçisi düşür. Son $5000-lıq paketin də 153 istifadəçisi mövcuddur. Gəlin bizlər ilk paketə baxaq. Purchase deyirik və $50 yatırsaq bizlərə 2.5 TH sürəti verir. Bizlər günlük 28 sent, həftəlik $2, aylıq 8.6 və illik isə $104 qazanmış oluruq. Təbii ki, Bitcoin-in qiyməti artsa daha çox pul qazanmış olacaq. Ancaq düşsə o qədər də qorxusu yoxdur. Çünki dediyim kimi bu bir mədəncilik aparatı deyil. Yəni bizim üçün hər hansısa bir işıq pulu falan yazmır. Kompüterimiz yanılı qalmalı deyil. İstəsəz telefonla da ala bilərsiniz bunu. Yəni o baxımdan bizlər üçün rahatçılıq yaradır ki, hər hansısa bir işıq pulu falan bizlər üçün yoxdur. Burada da həmçinin yazılıb ki, Bitcoin-in qiyməti dəyişsə qazancımız düşə və ya qalxa bilər. Confirm purchase deyirik. Burada hansı zəncirlə almaq istəyiriksə onu seçirik. Sadəcə BSC var. Daha sonra hansı token ilə alırıqsa BNB, USDC, USDT, Ethereum və bir də FDUSD coin ilə satın ala bilərik. Daha sonra Connect EVM wallet deyirik və buradakı kaşloklardan birini bağlayırıq və işləmi onaylayırıq. İşləmi də onayladıqdan sonra mədəncilik paketimiz aktivləşmiş olacaq və dashboard hissəsinə düşəcək. Dashboard hissəsinə də düşmək üçün biz burada qeydiyyatdan keçirik. Qeydiyyatdan keçmək çox sadədir. Hər hansısa bir e-mail və şifrə bizlər üçün kifayətdir. Sadəcə 1 dəqiqə vaxtımızı alacaq bunu eləmək və həmçinin referans hissəsi də məhz qeydiyyatdan keçdikdən sonra aktivləşəcək. Mən indi öz hesabıma giriş eləyəcəm. Hesabıma giriş elədim və gördüyünüz kimi artıq referans linkim mənim buraya düşdü. 4 leveldən ibarət bir referans sistemi var. Nədir bu 4 level? İlk level bizim dəvət etdiyimiz dostumuz deməkdir. Hər hansısa bir dostumuzu dəvət etsək və o da deyək ki $1000 bir paket satın alsa, bizlərə 15%lik gəlir verəcək. Yəni $150 bizə bonus gəlmiş olacaq. Daha sonra dostumuz öz dostunu dəvət etsə bizlərə 7% komissiya, o da birini dəvət eləsə 3% və dördüncü şəxs isə bizlərə 1% komissiya qazandırır. Məncə çox yaxşı bir referans sistemləri var. Yəni bu platformanın istifadəsi çox sadə və rahatdır. Sizlərə də göstərdim. Nə qədər qazana bilərik, nə qədər yatırım eləyə bilərik. Pul çəkmələri də həmçinin çox rahatdır. Onu da elə öz MetaMask və ya digər hansı kaşloku istifadə ediriksə o kaşloka rahat bir şəkildə çəkə bilərik. Və bir daha bildirim ki, bu video qətiyyən bir yatırım tövsiyəsi deyil. Öz araşdırmanızı eləyin. Başqa bir sualınız olsa videonun altında yazıb soruşa bilərsiniz. İzlədiyiniz üçün sağ olun.